Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı səsləndirdiyi zarafatçıl ifadə ilə izləyicilərin diqqətini çəkib. O, adam yeməyəndə it kimi olur sözlərini deyərək canlı yayımda gülüş doğuran anlar yaşadıb. Zaurun bu açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirə olunub. Həmin görüntüləri təqdim edirik. Oy. Sizde var ile sözler keşeye bana saldırmak. Nerem hemşe diyor o sözü. Bir şey olmamış onu değil. Ben size bir şey diyeyim. Ben hayatımda indiyənə qədər alça bəzən ola bilər ki, belə də vaxtında duzlayam onu yeyəm. Mən ümumiyyətlə yumamışdım. Bəs Aydan deyə yuyubdu. Aydan sən öldürəcəm. Az da yudu de fərqi nədir səndə? Yedim gəl. Hı? Ben neyse söz değildim, yadımdan çıktı, gördünüz. Neden danışırdım? Hə, duz. Məsələn, duz istifadə eləmirəm. Qəti. Heç nədə. Məsələn, yemək bişsin evdə, gəlsin, o nə tamdadır, o tamda da yeyəcəm. Elə bilirəm ki, belə olmalıdır. Bəs deyim, amma var da yeyirəm, neşən narahat. Gavalı da götürüyorum. Gavalı? Yox, bəsdir, sağ ol. Yox, ümumiyyətlə istifadə eləmirəm. İnsan kökələr, insan arıqlayar. Özünüzə niyə dərd edirsiniz? Kökəldim, arıqladım. Qarım mənim, paltar mənim, qarnımı daşıyan sümük mənim, qarnındakı piylər mənim. Kimə narahatçılıq var? Mənim qarnım deyib ki, məsələn, narahatçılıq edirsə, hə, onda problem yarana bilər. Mənim qarnımı özüm daşıyıramsa, mən niyə narahat olmalıyam ki? Kef edin, özünüzlə fəxr edin, özünüzü sevin. Özünüzə dəyər verin, ətinizə dəyər verin. Ruhunuza, fikrinizə, düşüncənizə, cisim boş şeydir. İnsanın ruhu gözəl olmalıdır. İnsanın əgər, bax, bəzən bir məclisə gedirsən, oturursan o məclisdə, deyirsən ki, Allah, elə bil aurası məni sıxır buranın, ağırlıq var, elə bilirsən ki, dünyanın ən ağır bir məclisinə sanki girmisən. İnanın. Elə bir kiminsə, bir də görsən oturursan, bir nəfər gəlir, girir içəri, kimsə də belə deyək. Deyir, elə bilirsən ki, bu saat boğulassan, elə bir ki, ağırlığı çökür sənin üstünə. İnsanın ruhu, insanın cisminə dəyər verməyin ki, bunun qaşı gözəldir, dərisi gözəldir, arıqlığı yerindədir, bədəni yerindədir, formadadır, belədir, 90-60-90-dır. İnsanın ruhu təmiz olmayandan sonra o cismi neynirəm mən? Pis enerjili insanlar var, əlbəttə var. O enerjili insanlardan uzaq durmaq lazımdır. İnsan öz-özünü sevməlidir, köklüyünü də sevməlidir, arıqlığını da sevməlidir. Mən demirəm, əndazədən çıxmamalıdır. Amma özünü sevməyəndə, bəlkə də onda daha çox kökələ gedir insan. Yəni, özünü qəbul eləməyəndə, özünü dərk eləməyəndə, yəni anlamayanda və yaxud da ki, hiss eləməyəndə, insan gərək öz-özünü hiss eləsin. Arıqlanmaq zar lazımdır. Ət adamın yaraşığıdır. Ətli insanlar, taqqanaq. Ətli. Yox, insanıq da. Bu, bilirsiniz nədir? Mənə elə gəlir ki, bu diyetologların və yaxud da ki, ümumiyyətlə, müasir tibbin elə bir ki, qərbə belə bir sistemi ortaya düşüb. Nəsə, hamının, heç əvvəl belə bir şey vardı. Mənim yadımdadır ki, biz uşaq idik, məsələn, siz görmüşdünüz, məsələn, o vaxtın sənət adamları, Şövkət Ələkbərova, Sara Qədimova, necə kiloluydular. Heç o vaxt deyirdilər ki, filan kəs nə belə kökəlib gedir, vay da vay, bu piylidir, bu yağlıdır, bu ətlidir.
belə gözəl idi. Yəni belə tendensiya dəyişirdi. İndi arıqlıq meydana gəlib, sonra o vaxt köklük meydandaydı. Ona görə də və insan məsələn gün ərzində yeyirsən, kökəlirsən, yemirsən, arıqlayırsan. Bu nə belə problemə çevirir ki, ay cəmaət. Təbii ki, o piylənmə, o ağır fəsadlar, o fast foodlar, o ağır yeməklər, bunlardan mütləq uzaq durmaq lazımdır. Çünki düzdür, biz də bəzən qarşısını ala bilmirik. Uşaqlarımız o fast foodları falanları yeyəndə. Amma məsələn bunu yox, bu piylənmələrdən yox da, məsələn ondan yox. Ondan özünüzü qorumaq lazımdır. Amma bir balaca 2 kilo adam var ki, kökəl 2 dəqiqə keçir tərəzinin üstünə. Tık. 81. Aha, bugün 82 yarım oldun. Oldun da nə olsun? Yeyin, özünüzə fikir verin. Adam yeməyəndə özü gic kimi olur. Adam başı işləmir. Quran haqqı. Yerləsən göylərdə gəzsən belə, başın havalanır, belə. Sonra adam ruhu da ölür. Şirniyyat yemirsən, ruhun ölür. Dəri qırışır, belə interesli olur. Adam şirniyyat yeməyəndə belə qartala oxşuyursan. Quran haqqı, şirniyyat adam bədəndən çıxartdı ha. Bütün elə bir ki, bədən quruyur, belə bir şeyə çevrilirsən, cücüyə. Şirniyyat da yemək lazım. Niyə yemirsən ki? Nə vecmə almayım? Mən ümumiyyətlə dünyanın vecmə alan adam deyiləm. Hər şey gözəllik qədərinə bəli. Bunlar axşam alma yeyirəm. Alimlər düşəcəyində ortaya. Amma yemək olmaz. Axşam meyvə yemək olmaz. Meyvə qanda şəkər əmələ gətirə biləcəkdir. Şəkərin yolcu qlikozaya çevrilməsi ilə qarşı, onda qanda qlikozanın artıqlanması damarlarınızda qlikozanın artıqlığına gətirib çıxaracaqdır. Və bu zaman sizin qan şəkərinizin miqdarı çox enməyə başlayacaq. Gecə yatdığınız zaman sizə narahatlıq verəcəkdir. Belə narahatlıqların aradan qaldırılması üçün